Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə statika bölməsindən yayılmış yükün təsiri altında tirin dairə əksi qüvvələrinin tapılmasını göstərəcəm. Demək, gördüyünüz kimi bizim sistemimiz sadə bir sistemdir. Bir tirdən ibarətdir və tir A nöqtəsindən ikinci növ dayaq üzərində, B nöqtəsindən isə birinci növ dayaq üzərində yerləşdirilmişdir. Və tirin ümumi uzunluğu 550 millimetrdir və tirin 250 A nöqtəsindən başlayaraq 250 millimetr sonra B nöqtəsinə qədər müntəzəm yayılmış yük tətbiq olunmuşdur yuxarıdan aşağıya doğru və bu yükün qiyməti 10 kN bölünsün metrdir. Yəni 1 metrə 10 kN'luq bir yük tətbiq olunmuşdur və bizdən bu yayılmış yükün, müntəzəm yayılmış yükün təsiri altında tirin dairə əksi qüvvələrinin qiymətinin hesablanması istənilir. İlk növbədə həmişə olduğu kimi dairə əksi qüvvələrini təyin etməliyik. Demək, A nöqtəsində olan dayaq ikinci növ dayaqdır, yəni tərpənməz oynaqlı dayaqdır. O zaman bilməliyik ki, bu dayaqda iki dairə əksi qüvvəsi mövcud olacaq. Biri üfüqi istiqamətdə, buna RAX deyə bilərik. Digəri isə şaquli istiqamətdə, buna da RAY deyə bilərik. Və baxırıq B nöqtəsinə, görürük ki, B nöqtəsində də birinci növ dayaq mövcuddur. Bu birinci növ dayaq tərpənən oynaqlı dayaq adlanır və birinci növ dayaqda bir dayaq reaksiya qüvvəsi mövcud olur. O da şaquli istiqamətdə çəkəcəyi RBY adlanır. İndi isə biz statikanın müvazinət tənliklərindən istifadə edərək RAX, RAY və RBY dairə reaksiya qüvvələrinin qiymətini hesablayaq. Demək, statikanın müvazinət tənliklərindən biri sigma Fx bərabərdir 0 tənliyidir. Yəni, üfüqi istiqamətdə olan qüvvələrin cəmi sıfıra bərabər olmalıdır ki, sistem üfüqi istiqamətdə nə olmuş olsun, müvazinətdə olmuş olsun. X istiqamətinə baxırıq, sistemimizdə yalnız bir qüvvə var, o RAX dairə reaksiya qüvvəsidir. Və yazaq bura RAX bərabərdir. Başqa üfüqi istiqamətdə qüvvə olmadığı üçün bunu sıfıra bərabər edirik və beləliklə də məlum olur ki, RAX dairə reaksiya qüvvəsi 0 kN-dir. Statikanın digər bir müvazinət tənliyi isə sigma Fy bərabərdir 0 tənliyidir. Yəni, şaquli istiqamətdə olan qüvvələrin cəmi sıfıra bərabər olmalıdır. Baxırıq yenə sistemimizdə şaquli istiqamətdə olan qüvvələr görürük ki, RAY dairə reaksiya qüvvəsidir, RBY dairə reaksiya qüvvəsidir və bir də 10 kN bölü metrlik yayılmış yükdür. Bu yayılmış yükü necə hesablayırıq demək? Yayılmış yükü hər zaman hesablamaq üçün topa yükə çevirmək lazımdır. Yəni, bir nöqtəyə tətbiq olunmuş yük formasına çevirmək lazımdır. Bunun üçün nə edirik? Bu verilmiş yayılmış yükü hansı hissəyə, hansı məsafəyə qədər yayılıbsa, həmin məsafəyə vururuq. Yəni, qüvvəni həmin məsafəyə vururuq. 10 kN bölü metri vururuq yayılmış hissəsinə. Nəyə? Yəni, 300 millimetr. İlk növbədə bu görürük ki, burada 10 kN bölü metrdir. Burada vahid metrlə verilib. Burada isə məsafə millimetrlə verilib. Bunları eyniləşdirmək, eyni vahidə gətirmək lazımdır. Məsələn, biz bu məsələdə millimetri metrə çevirə bilərik ki, bütün məsələmiz metrlə, kilonewtondan olmuş olsun. 250 millimetri metrə çevirdikdə edir 0.25 metr. 300 millimetri də metrə çevirdikdə edir 0.3 metr. Və beləliklə biz vahidləri eyniləşdirdik və bu yayılmış yükü topa yükə çevirmək üçün yükü vuracağıq yayıldığı hissəyə. Yəni 10 kN bölünsün metri vuracağıq 0.3 metrə və burada 3 kN bir topa yük yaranmış olacaq və 3 kN topa yük
yayılmış yükün tən ortasında yerləşir. Yəni təxminən bu hissədə yerləşmiş olacaq. Bu hissədə yerləşmiş olacaq və nə qədər olacaq? 0.3-ü 10-a vururuq. 3 kilonewtonluq bir qüvvə olmuş olacaq və tən ortasına düşmüş olacaq. Bu yayılmış yükün tən ortasına düşmüş olacaq. Və bu yayılmış yükün də məsafəsi 300 mm-dir, yəni 0.3 metrdir. Tən ortasına düşdüyü üçün bu topa yük, demək məsafəni 2 yerə bölmüş olacaq. Bura 0.15, burada 0.15 metr olmuş olacaq. Bu bizə məsələ hesabında lazım olacaq, ona görə qeyd etdim. İndi isə biz demək baxırıq, şaquli istiqamətdə olan qüvvələrin cəmi 0-a bərabər olmalıdır. RAY və RBY aşağıdan yuxarıya tətbiq olunub. Dayaq əksi qüvvələr ona görə müsbət olacaq, yəni RAY plus RBY və bu 3 kilonewtonluq topa yük isə yuxarıdan aşağıya doğru tətbiq olunmuşdur. Ona görə onu mənfi ilə yazacağıq. Mənfi 3 bərabərdir 0. Və buradan da məlum olur ki, RAY plus RBY bərabərdir 3 kilonewton. Lakin bu dayaq reaksiya qüvvələri ayrı-ayrılıqda hər biri neçəyə bərabərdir, o məlum deyil. Bunun üçün statikanın digər müvazinə tənliyindən istifadə edirik. Hansıdır bu? Deməli, sigma M. Hansı nöqtəyə görə? İstəsə A nöqtəsinə görə, istəsə B nöqtəsinə görə moment ala bilərik. Alaq A nöqtəsinə görə moment. M A bərabərdir 0. Və demişik ki, moment tənliyi yazarkən, momenti hesablayan zaman qarşısında hansı istiqamətdə müsbət götürdüyüsə onu qeyd etməliyik. Adətən mən məsələlər hesablayarkən saat əqrəbinin əks istiqamətində müsbət götürürəm və onu qarşısında qeyd edirəm. Və indi isə sistemdə yaranmış A nöqtəsinə görə momentlərin cəmini 0-a bərabər etməliyəm. Demək, bildiyimiz kimi A nöqtəsinə görə moment alırıqsa, A nöqtəsindən keçən qüvvələr və yaxud da qüvvələrin təsir xətləri A nöqtəsindən keçirsə, həmin qüvvələrin həmin nöqtəyə nəzərən əyicə momentləri 0-a bərabərdir. Beləliklə, RAX və RAY-in təsir xətləri A nöqtəsindən keçdiyi üçün bu qüvvələrin A nöqtəsinə görə yaranmış əyici moment qiymətləri 0-a bərabərdir və bunları ona görə biz nəzərə almırıq. Digər qüvvələri isə A nöqtəsindən sağ tərəfdə olan hissədə olan qüvvələri bu məsələdə nəzərə alırıq. Çünki sol tərəfdə sistemin heç bir hissəsi yoxdur. Ona görə A nöqtəsindən sağ tərəfə baxırıq və demək, baxdıqda görürük ki, sistemdə sağ tərəfdə birinci gələn qüvvə 3 kilonewtonluq topa yükdür. Hansı ki, yayılmış yük idi, biz onu topa yükə çevirdik. 3 kilonewtonluq topa yükdür və o da A nöqtəsinə nəzərən sistemi saat əqrəb istiqamətinə fırlatmağa çalışır. Saat əqrəb istiqaməti nədirsə, mənfi yazırıq. Mənfi 3 vur məsafə. Məsafə nə qədər olacaq? Demək, 3 kilonewton olan nöqtədən A nöqtəsinə qədər perpendikulyar məsafə. Yəni 250 mm, yəni 0.25 metr plus 0.15 metr. Bu da edir 0.4 metr. Sonra baxırıq digər qüvvəyə. Digər qüvvə görürük ki, RBY dairə reaksiya qüvvəsidir. Aşağıdan yuxarıya doğru tətbiq olunub. Sistemi A nöqtəsinə görə saat əqrəbinin əks istiqamətinə fırlatmağa çalışır. Ona görə müsbət yazırıq. Müsbət RBY və vur məsafə. Məsafə nə qədərdir? B nöqtəsindən A nöqtəsinə qədər olan məsafədir. Çünki RBY dairə reaksiyasına baxırıq. Ümumi tirin uzunluğu da 0.55 metrdir. 0.55 metr. Bərabərdir nəyə? 0. Və bu tənlikdən RBY tapırıq. Demək, 0.55 vur RBY bərabərdir 1.2 kilonewton. Bu tənlikdən də RBY tapsaq, RBY bərabər olur. Demək, 1.2-ni böləcəyik 0.55-ə. Bu da edir 2.2 kilonewton. Beləliklə biz RBY dairə reaksiya qüvvəsinin qiymətini tapdıq və onu bu tənlikdən gətirib yerinə qoysaq, RAY tapa bilərik. RAY də edəcək 0.8 kilonewton.
Beləliklə biz statkanın müvazinət təniklərindən istifadə edərək yayılmış yükün təsiri altında olan tilin dairə əksi qüvvələrinin qiymətlərini tapmış olduq.